Salam, əziz və dəyərli qoçlar, həmçinin yüksələni qoç olan izləyicilərimiz. Avqust ayının 24-dən 30-dək olan həftənin enerjilərini birlikdə araşdırmaq üçün yenə qarşınızdayam. Gəlin bu həftənin hekayəsinə ən başdan təbiətin və göy üzünün bizə pıçıldadığı o inci dəyişimlərdən başlayaq. Avqustun son günlərinə qədəm qoyuruq və siz də daxilinizdə o isti, hərəkətli, bəzən də adamı yorub əldən salan yay enerjisinin yavaş-yavaş yön dəyişdirdiyini hiss edirsiniz. Bilirəm, siz qoçlar üçün dayanmaq, gözləmək, ümumiyyətlə səbir sözünün özü belə bəzən dünyanın ən sıxıcı anlayışı kimi gəlir. Axı sizin idarəçi planetiniz Marsdır, içinizdə hər an partlamağa hazır olan, hərəkətə keçmək üçün səbəb axtaran bir vulkan gəzdirirsiniz. Ancaq bu həftə elə bazar ertəsinin ilk saatlarından etibarən kainat sizə sanki qulağınıza əyilib sakitcə belə deyir: biraz yavaşla, hər şey onsuz da sənin olacaq, sadəcə qaçmadan yeriməyi öyrən. Təsəvvür edin ki, qırmızı işıqda dayanmış güclü bir idman avtomobilisiniz. Mühərrik işləyir, səs çıxarır, qaz pedalına basmaq üçün səbirsizlənirsiniz, amma yaşıl işığın yanmağına hələ bir neçə saniyə var bax, bu həftənin ilk yarısında o yaşıl işığı gözləmək məcburiyyətindəsiniz. Bu gözləmə prosesi sizi əsəbiləşdirməməli, əksinə ətrafı müşahidə etmək, enerjinizi toplamaq üçün bir fürsət kimi dəyərləndirilməlidir. Həftənin ilk günlərində, yəni bazar ertəsi və çərşənbə axşamı iş həyatınızda, karyeranızda və ya gündəlik rutinlərinizdə müəyyən ləngimələrlə qarşılaşa bilərsiniz. Siz səhər tezdən oyanıb ağlınızda 10 dənə fərqli planla işə gedirsiniz, amma qarşınızdakı insanlar, eyni komandada çalışdığınız həmkarlarınız sanki ağır çəkilişdə hərəkət edirlər. Bir sənədin imzalanması gecikir, verdiyiniz bir sualın cavabı saatlar sonra gəlir, ya da kimsə sizin qədər həvəsli görünmür. Belə anlarda o məşhur qoç partlayışını yaşamaq, hər kəsi tənqid etmək, heç kim işləmək istəmir, hər şeyi özüm etməliyəm deyib bütün yükü çiyinlərinizə götürmək istəyəcəksiniz. Amma lütfən bunu etməyin. Gəlin səmimi olaq, bəzən sizin o yüksək enerjiniz ətrafdakıları yora bilir. Onların ləng olması sizin qüsursuz işləmədiyiniz anlamına gəlmir. Bu 2 gün ərzində ən böyük sınağınız insanlarla ünsiyyətdəki səs tonunuz olacaq. İradlarınızı bildirərkən seçdiyiniz kəlmələrə xüsusi diqqət yetirin. Bəzən adi bir "bu işi niyə belə gecikdirdin?" sualı elə bir tonda səslənə bilər ki, qarşı tərəf bunu böyük bir təhqir kimi qəbul edər və günlərlə aranızda soyuq küləklər əsər. İdarə etmə qabiliyyətiniz, liderlik xüsusiyyətiniz onsuz da hər kəsə bəllidir. Bunu sübut etmək üçün səsinizi qaldırmağa ehtiyac yoxdur. Sadəcə gülümsəyin, dərin bir nəfəs alın və prosesin öz təbii axarında getməsinə icazə verin. Həftənin ortalarına doğru, yəni çərşənbə və cümə axşamı günlərində fokusunuz istər-istəməz maddi məsələlərə, cüzdanınıza və gələcək planlarınıza yönələcək. Sentyabr ayı yaxınlaşır və bu da özü ilə bərabər yeni bir mövsümün, yeni ehtiyacların xəbərçisi deməkdir. Göy üzü bu günlərdə sizin alış-veriş həvəsinizi, pul xərcləmək istəyinizi bir xeyli qabarda bilər. Telefonunuzda sosial şəbəkələrdə gəzinərkən qarşınıza çıxan o gözəl geyimlər, ən son model texnoloji əşyalar, yaxud da eviniz üçün nəzərdə tutduğunuz kiçik amma bahalı dekorlar ağlınızı başınızdan ala bilər. Qoç bürcü olaraq siz bunu çox bəyəndim, dərhal mənim olmalıdır, psixologiyası ilə yaşayırsınız. Ancaq bu həftə o dərhal kəlməsini lüğətinizdən müvəqqəti olaraq çıxarmağınız məsləhətdir. Gecə yarısı onlayn mağazalarda səbətə yığdığınız o əşyaları sifariş etməzdən əvvəl özünüzə ən azı 24 saat vaxt verin. Sabahsı gün oyananda görəcəksiniz ki, əslində onların çoxuna heç ehtiyacınız yox imiş. Büdcənizi qorumaq, xüsusən də ayın son günlərində balansı itirməmək üçün ehtiyatlı olmalısınız. Digər tərəfdən bu günlərdə keçmişdə etdiyiniz bir işin, bağladığınız bir müqavilənin və ya kiməsə göstərdiyiniz köməyin maddi və ya mənəvi qarşılığını ala bilərsiniz. Gözlənilməz bir gəlir qapısı, kiçik də olsa bir prim ya da unudulmuş bir borcun geri qaytarılması üzünüzü güldürəcək. Pulu qazanmaq sizin üçün heç vaxt problem olmayıb, əsas məsələ onu əldə saxlamaqdır, bunu da unutmamaq lazımdır. İndi gəlin keçək o ən həssas, ən çox sual doğuran mövzuya, yəni ürək işlərinə. Həftənin ikinci yarısı şəxsi münasibətlərinizdə çox fərqli ab-hava yaradacaq. Əgər həyatınızda kimsə varsa, uzun müddətdir davam edən bir evlilik və ya sevgi münasibəti yaşayırsınızsa, cümə gününə doğru aranızda bəzi qəribə sakitliklər yarana bilər. Siz qoçlar problemləri anında səs-küylə, ehtirasla həll etməyi sevirsiniz.
Küsülülük uzananda içinizi yeyir. Lakin qarşı tərəf bəlkə də sadəcə öz dünyasına çəkilmək, biraz susmaq, düşünmək istəyir. Onun bu səssizliyini dərhal "məni sevmir, məndən uzaqlaşır" kimi yozmayın. Bəzən insanlar sadəcə öz içlərindəki fırtınaları sakitləşdirmək üçün susurlar. Ona vaxt verin. Üzərinə getməyin, hər cümləsinin altında bir məna axtarmayın. Ən yaxşısı budur ki, heç bir söz demədən gedib ona sarılasınız. Sizin o isti, güvən verən enerjiniz, şəfqət dolu bir toxunuşunuz aradakı bütün görünməz divarları dağıtmağa qadirdir. Mən haqlıyam, sən haqsızsan davasından çıxıb biz birlikdəyik düşüncəsinə keçid etdiyiniz an o münasibətin necə çiçək açdığının şahidi olacaqsınız. Bəs tək olan, həyatında sevgi axtaran qoçlar üçün bu həftə nələr vəd edir? Hafta sonu daxilinizdəki o cazibədar, maqnit kimi insanları özünə çəkən aura tam gücü ilə işə düşəcək. Hara getsəniz, hansı məclisə, dost toplantısına və ya sadəcə bir kafelərə belə üz tutsanız, baxışların sizin üzərinizdə olduğunu hiss edəcəksiniz. Sizdə elə bir işıq var ki, insanlar o ateşə doğru gəlməyə bilmirlər. Yeni bir insanla tanışlıq ehtimalı çox yüksəkdir. Bəlkə də ilk baxışdan aranızda o məşhur elektrik yaranacaq, qəlbiniz sürətlə döyünməyə başlayacaq. Amma burada böyük bir xəbərdarlıq etmək istəyirəm, tələsməyin. Siz ovu kəşf etməyi, onun arxasınca qaçmağı, o həyəcanı yaşamağı sevirsiniz, amma hər şey çox tez əldə ediləndə eyni sürətlə də bezə bilirsiniz. Qarşınızdakı insanı dərhal həyatınızın mərkəzinə qoymayın, ona bir şans verin ki, özünü sizə tanıtsın. Mesajlara saniyəsində cavab vermək, hər gün görüşmək istəmək əvəzinə araya biraz sirr, biraz məsafə qatın. İcazə verin ki, o da sizi kəşf etmək üçün səy göstərsin. Ən möhkəm təməllər yavaş-yavaş, səbirlə qurulan təməllərdir. Şənbə və bazar günləri eviniz, ailəniz və şəxsi məkanınızla bağlı məsələlər ön plana çıxacaq. Bəlkə də aylardır təxirə saldığınız o ev təmizliyi, şkafların boşaldılıb yenidən yığılması kimi işlər birdən-birə sizə çox cəlbedici gəlməyə başlayacaq. Və inanın ki, bu heç də təsadüfi deyil. Təbiətiniz etibarilə enerjiniz tez tıxanır. Yaşadığınız məkanda istifadə etmədiyiniz, sadəcə yer tutan köhnə əşyalar, geyinmədiyiniz paltarlar, hətta rəflərdə tozlanan lazımsız kağızlar belə sizin o iti enerjinizi aşağı çəkir. Bu həftə sonunu böyük bir təmizlənmə ritualına həsr edin. Atın, bağışlayın, evdən çıxarın. Fiziki məkanda yaratdığınız bu boşluq, ruhunuzda və zehninizdə də böyük bir rahatlıq, bir aydınlanma yaradacaq. Evdə əşyaların yerini dəyişdirmək, yatağınızın yönünü başqa tərəfə çevirmək belə otağın içinə yeni, təmiz bir nəfəs gətirəcək. Ailə üzvləri ilə, xüsusən də valideynlər və ya bacı-qardaşlarla bağlı bəzi xırda müzakirələr yaşana bilər. Sizin sürətli düşüncə tərziniz onların daha ehtiyatlı yanaşmaları ilə toqquşanda dərhal müdafiəyə keçməyin. Onların dediklərində də böyük bir həqiqət payı ola bilər. Ailə daxilində sülh yaratmaq, keçmişdən qalan hansısa kiçik bir incikliyi zarafata salaraq həll etmək baxımından çox ideal günlərdir. Sizin o uşaq kimi saf və təmiz qəlbinizlə etdiyiniz səmimi bir zarafat illərin buzunu əridə bilər. Gələk sizin sağlamlığınıza, yəni o dəyərli bədəninizə. Qoç bürcü bədəndə baş və üz nahiyəsini idarə edir. Həftə boyu daxilinizdə yığılıb qalan, ifadə edə bilmədiyiniz o təzyiq və stres özünü şiddətli baş ağrıları, migren tutmaları və ya gözlərdə yorğunluq kimi büruzə verə bilər. Ekran qarşısında çox vaxt keçirirsinizsə, telefonla davamlı nələrsə oxuyur, yazışırsınızsa, gözlərinizə mütləq istirahət verin. Hər 2 saatdan bir ayağa qalxın, pəncərədən uzaqlara, mümkünsə yaşıl bir mənzərəyə baxın. Sizin enerjiniz statik deyil, dinamikdir. Bütün gün ofisdə oturmaq və ya hərəkətsiz qalmaq bədəninizdəki o od elementini sanki içəridə həbs edir. Bu da öz növbəsində səbəbsiz əsəbiliyə yol açır. Həftə sonu mütləq idmana, qaçışa ya da ən pis halda uzun tempolu yürüşlərə vaxt ayırın. Bədəninizdən o tər çıxdıqca, fiziki olaraq yorulduqca ruhi olaraq necə yüngülləşdiyinizi hiss edəcəksiniz. Digər tərəfdən qidalanmanızda suyun miqdarını artırmaq çox önəmlidir. Od elementi suyu tez buxarlandırır, bədəninizin susuz qalmasına imkan verməyin. Axşamlar yuxuya getməkdə çətinlik çəkirsinizsə, yatmazdan ən azı 1 saat əvvəl telefonu və bütün ekranları özünüzdən uzaqlaşdırın, otağı yaxşıca havalandırın.
Zihniniz o qədər sürətlə işləyir ki, ona dur komandasını vermək üçün qaranlıq və sərin bir mühit mütləqdir. Mənəvi baxımdan bu həftə sizin üçün bir növ böyümə, daxili qüvvələrinizi yenidən kəşf etmə həftəsidir. Siz hər zaman cəsur, hər zaman qorxusuz olmusunuz. Amma bu günlərdə anlayacaqsınız ki, əsl cəsarət hər döyüşə atılmaq, hər kəslə mübarizə aparmaq deyil. Əsl cəsarət bəzən geri çəkilməyi, susmağı və zamanın öz işini görməsinə icazə verməyi bacarmaqdır. İntuisiyanızın, o daxili səsinizin sizə çox maraqlı mesajlar göndərəcəyi günlərdən keçirsiniz. Bəzən heç bir məntiqi səbəb olmadan bunu etməliyəm və ya bu insandan uzaq durmalıyam kimi kəskin hisslər keçirəcəksiniz. Məhz o hisslərə güvənin. Sizin instinktləriniz hər cür analitik düşüncədən daha güclüdür. Kainat sizinlə birbaşa hissləriniz vasitəsilə danışır. Bəli, əziz qoçlar, yayın son akkordlarını dinlədiyimiz bu gözəl avqust həftəsində həm çox şey öyrənəcək, həm də çox şeyin əslində nə qədər sadə olduğunun fərqinə varacaqsınız. Özünüzə yüklənməyin, ətrafdakılardan mükəmməllik gözləməyin. Həyat axıb gedən bir çaydır və siz o çayın axarına qarşı deyil, onunla birlikdə üzməyi öyrəndiyiniz an hər şey qat-qat asanlaşacaq. Özünüzün qədrini bilin, ruhunuza qarşı nəzakətli olun. O içindəki coşqun, uşaq ruhlu enerjini heç kimin söndürməsinə icazə verməyin. Uğurlu, sevgi dolu və gözəl sürprizlərlə zəngin bir həftə arzulayıram.